Salam əziz abituriyentlər. Deməli, situasiya tipli sualların birinə rast gəldim. Laboratoriyada şagird müəllim tapşırığı ilə elektrik naqillərinin və məftillərinin mətbəx qab-qacaqlarının və sair ərzaqlarından istifadə olunan X metalının nitrat duzu ilə məlumat bir qədər natrium OH əlavə edilib. Əvvəlcə alüminiumla nitrat turşusu reaksiya daxil olur. Əmələ gəlir alüminium nitrat, NO üstəgəl H2. Alüminium nitratın üzərinə natrium OH əlavə edəndə əmələ gəlir alüminium hidroksid çöküntü, bir də natrium nitrat çöküntü alınır. Sonra alüminium natrium OH özü də alüminium özü natrium OH və su məhluluna reaksiya daxil olur. Natrium alüminium metasilikat alınır. Bir də 3 mol hidrogen. Bu reaksiya burada bu şəkildə. Deyir X və Y maddənin kimya formulu. Biri natrium OH-dır, biri də alüminium hidroksiddir. İkinci bir məsələ burada reaksiya tənlininə əsasən 2 mol alüminium reaksiya daxil olanda 67,2 litr hidrogen alınır. Və 0,2 mol metal reaksiya daxil olubsa alınan qazın həcmi tapılır. Burada da altdan 172 litr hidrogen alınır. Məsələ bu qədər sadədir. Biz əvvəlcə reaksiyaları bilməliyik ki, hansı reaksiyalara daxil olur.